Bəli, bir məlumatı da diqqətinizə çatdıraq ki, Avropa Parlamenti Azərbaycana qarşı əsassız və qərəzli qətnamə qəbul etdiyinə görə Milli Məclis Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakını dayandırıb. Mövzunu müzakirə davam etdirəcəyik. Orta gündə birbaşa bağlantıda siyasi şərhçi Məhəmməd Əsədullahzadədir. Salam Məhəmməd müəllim, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Məhəmməd müəllim, ümumiyyətlə Avropa Parlamenti Qarabağ bölgəsinə erməni sakinlərinin geri qayıdışı ilə bağlı çağırışlar etməklə, həmçinin də separatçı rejimin Bakıda mühakimə edilən nümayəndələrinin azad edilməsini gündəmə gətirməklə nə etməyə çalışır? Bilirsiniz, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə demək olar ki, artıq Avropa İttifaqının daxilində olan bu institutların institusional problem yaşadığının korrupsiyaya bulaşmasının nəticəsidir. Bu günləri Ermənistan və Azərbaycan arasında sülh prosesi formalaşır. Azərbaycanın baş nazirinin müavini ötən gün Ermənistanda olub. Həmçinin tərəflər arasında iki tərəfli münasibətlər artıq de facto sülh prosesinin olduğunu göstərir. Amma bu günləri Avropa Parlamentinin məhz Qarabağdan könüllü köçən ermənilərin geri qayıtması məsələsinin qabartması, həmçinin separatçıları hərbi əsir adlandırması bu Avropa İttifaqının regiona baxışında ciddi problem olduğunu və regionda sülhü təhdid etdiyini və yenidən münaqişə ocağını yaratmasına hesablanır. Yəni göründüyü kimi bu revanşistlərin bir növ mövqeyini müdafiə edir. Həmçinin Ermənistanda daxili siyasi proseslərdə Nikol Paşinyana da təzyiq bir vasitəsidir. Mən hesab edirəm ki, Avropa Parlamenti artıq qərb dəyərlərindən uzaqlaşır. Və qərb dəyərləri həmişə nə deyildir? İnsan, ali hüquq dövlətlərin ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə. Amma biz bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamədə tam əksini görürük. Erməni diasporasını və dolayısıyla Rusiya ilə birgə bu prosesləri işləyib, hazırlayıb anti-Azərbaycan mövqeyi regionda sülhü və təhlükəsizlik təhdid edən bir qətnamə qəbul etməsi Avropa Parlamentinə etimadın tamamilə sıfırlanması deməkdir. Mən hesab edirəm ki, artıq Avropa Parlamenti də ləğv olunmalıdır. Çünki onun qəbul etdiyi qərarlar Avropa İttifaqının, Avropa beynəlxalq hüquqa tamamilə ziddir. Nikol Paşinyan ötən gün fikir verdi ki, Ermənistan baş naziri briefingdə qeyd edir ki, biz Azərbaycanla aparılan danışıqlarda ümumiyyətlə ermənilərin geri dönməsini müzakirə etmirik. Bu məsələ qapanır. Həmçinin Qarabağdan könüllü keçən ermənilərə Ermənistan vətəndaşlığı verilir, onlara pasport verilir. Artıq bu məsələ Azərbaycanla Ermənistan arasında olan danışıqlar predmetidir. Amma təəccüb doğrudur bu günləri Avropa Parlamenti yenə də Cənubi Qafqazda xalqlar arasında düşmənçilik toxumu səbir. İmkan vermirlər ki, Azərbaycanla Ermənistan arasında, hər iki xalq arasında sülh prosesi olsun. Və mən düşünürəm ki, burada da əsas niyyət Nikol Paşinyanlara təzyiq etməkdən ibarətdir. Burada faktlar da, bu qətnamə də qəbul olunması da sübut edir ki, bunlar Daşnəfsün, erməni diasporası və revanşist müxalifətlə bunlar əldirlər. Çalışırlar ki, Ermənistanda daxili siyasi proseslərə təsir edib Nikol Paşinyanı da nüfuzdan salsınlar. Yəni, bu qətnamənin qəbul edilməsi təsadüfi sayılmır. Bunlar hamısı bir mərkəzdən idarə olunur. Mən düşünürəm ki, Avropa Parlamentinə Azərbaycan tamamilə əlaqələri kəsməlidir. Avropa Parlamenti qərəzli, beynəlxalq hüquqa zid, sülhə qarşı müharibəni təbliğ edən bir parlamentdir. Orada oturanlar, parlamentarlar hamısı korrupsiyaya bulaşmış şəxslər. Necə ki, Beynəlxalq Cinayət Məhkəməsi sabiq hakimi Yokohamonun oğlunun və özünün videosu yayıldı və onlar Avropa parlamentarlar necə rüşvətlə ələ aldıqlarını, Ermənistan baş nazirinin devrilməsi istiqamətində işlər həyata keçirdiyini, Azərbaycana qarşı məhz Avropa parlamentarlarının əli ilə onlara rüşvət verib anti-Azərbaycan qətnamələrin qəbul edilməsi hamısı faş olundu. Və göründüyü kimi hamısı
Azərbaycana qarşıdır. Bu mənim təbii ki, gəldiyim qənaət və təlim ondan ibarətdir ki, burada qərbdəki erməni diasporası Paşinyana qarşıdır. Bunlar birbaşa Ermənistanda Daşnaqsutun partiyasıyla, bunlar bilirsiniz ki, erməni diasporası koordinasiyalı fəaliyyət göstərir. Daşnaqsutun Ermənistanda Baş nazirə namizəd Robert Koçaryanla Hayastan blokundadırlar və bunlar da bütün təlimatları Moskvadan alır. Yəni göründüyü kimi Avropa İttifaqı, Avropa Parlamenti nə qədər anti-Rusiya pərəstlər, amma bu günləri Cənubi Qafqazda məhz Rusiyanın tapşırığı ilə, onların təlimatı ilə bu günləri sülhə qarşıdırlar. Ermənistanda daxili siyasi proseslərə təsir edib, revanş qrupları hakimiyyətə gətirmək və müharibəni başlamaq niyyətindədirlər. Bunlar Zəngəzur dəhlizinə də qarşıdırlar. Avropa parlamentində oturanlar demək olar ki, Cənubi Qafqaz siyasətlərində baxışında Avropa İttifaqının strateji siyasətinə zərbə vururlar. Bu günləri Cənubi Qafqaz... Bir məsələni də soruşmaq istəyirəm sizdən. Bilirsiniz ki, Azərbaycanın Xarici İşlər Nazirliyi, yəni belə deyək ki, səfiri belə deyək ki, qərargaha çağırdı. Daha sonra isə millət vəkilləri bununla bağlı öz etirazlarını bildirdilər. Soruşmaq istəyərdim ki, bununla bağlı ümumiyyətlə qarşı tərəfin bundan sonraki addımı nə olacaqdı? Bilirsiniz, Avropa Parlamenti uzun müddətdir ki, bunlar Azərbaycana qarşı qeyri-konstruktiv mövqe, ədalətsiz qərarlar qəbul edirlər. Azərbaycan daima onlara öz etirazını bildirir. Çünki Azərbaycanın etirazı ədalətlidir. Mən hesab edirəm ki, Avropa Parlamenti öz ampulasında qalacaq. Ən yaxşısı budur ki, Azərbaycan Avropa Parlamentdə fəaliyyətini tamamilə dondurmalı, çıxmalıdır. Həmçinin Avropa İttifaqı da artıq bu məsələlərə aydınlıq gətirməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında Avropanın müəyyən komissiyaları var, enerji komissiyası, xarici təhlükəsizlik komissiyaları. Bunlar Azərbaycanla enerji sahəsində, iqtisadi sahəsində əməkdaşlıq edirlər. Bu günlər Avropa İttifaqının Azərbaycana ehtiyacı var. Həm nəqliyyat sahəsində, həm enerji sahəsində, həm siyasi, iqtisadi. Bu günləri isə Avropa parlamentarları Avranisdə anti-Azərbaycan mövqeyi sərgiləyirlər. Ona görə də Azərbaycan Avropa İttifaqını da başa salmalıdır ki, artıq bu prosesə son qoyulmalıdır və mən də məhz Avropa Parlamentindən üzvlüyə son qoymalıyam. Yəni, düşünmürəm ki, bundan sonra Avropa Parlamenti öz mövqeyində hər hansı bir müsbətə doğru korrektlər etsin. Nə qədər ki, erməni diasporası, revanşist qruplar var və onlar daima anti-Azərbaycan mövqeyini məhz Avropa Parlamentində davam etdirəcəklər. Aydın oldu. Çox sağ olun. Təşəkkür edirəm fikirləriniz üçün və yayımımıza qatıldığınız üçün. Qeyd edək ki, bizimlə birbaşa bağlantıda siyasi şərhçi Məhəmməd Əsədullazadə idi.